Hər vaxtınız xeyir olsun, xoş gördük əziz izləyicilərimiz. Masazada gözəl bir 6 otaq çıxıb. Üz görünüşünü çəkib sizə göstərirəm, yəni baxa biləsiniz. Demək, yolla məsafəsi 200-250 metr məsafədir. Demək, evimiz 2 sotun içindədir, 6 otaqdır. Bütün kommunalların hamısı yerindədir. Qazdır, işıqdır, sudur. Çox gözəl də möhtəşəm bir evdir. Jaluzla açılan qapısı. Sizə evimizlə sizi tanış edeyim. Evimiz bax belə gözəl 6 otaq gözəl bir evdir. Həyətdə besetkası, 2 dənə balkonu. Evimiz tam olaraq kupçalı evdir, tam olaraq. Demək, əziz izləyicilər, evimizin girişində tiyoplu poldu, koridordu. Burada istipolun hamısı göstərilir. Çəkilib bura hazırdır. Bura əldam kimi nəsə yığa bilərsiniz. Bu da birinci mərtəbəmizin hamam otağı. Çox səliqə ilə işlədir. Patologuna qədər tapmışsınız. Qapılar da yaxşı qapılardır, normal qapılardır. Demək, girişdə hamam otağıdır. Bu da bir otaqdır. Birinci otağı. Əziz izləyicilər, onu da qeyd edeyim ki, burada pəncərəmiz heç bir həyətə baxmır. Pəncərə ilə evin arasında metr yarım məsafə var. Formada, qəşəng, hər tərəfli çəkib sizə göstərir. Demək, bu bir otaq. Keçdi. Bu bizim mətbəximizdir. Yenə də qeyd edim, əziz izləyicilər, bura aşağı mətbəxdir, koridordur, hamısı istipoldur. Mətbəximiz çox gözəl, geniş, qəşəng, belə bir mətbəxdir. Granit, polu, pəncərə yenə öz həyətinə baxır. Mətbəximiz çox gözəl. Demək, aşağıda bir otaq, bir mətbəx. Buradan da keçək zalımıza. Çox sadə, gözəl, zövqlü aboylar. Kırk kvadrata yakın zalımız. Onu da qeyd edeyim, əziz izləyicilərimiz. 1, 2, hamısı monolitdir. Birinci mərtəbədən monolitdir, ikinci mərtəbədən monolitdir. Pilləkənimiz də monolitdəndir. Bu da ikinci mərtəbəmiz. İkinci mərtəbəyə qalxanda demək, İkinci mərtəbəyə qalxanda burada bir otaqdır. Bax, əziz izləyicilər, yuxarıda 4 dənə otaqdır. Belə bax, belə bir gözəl otağımızın pəncərələri də var.
Bir otaq, iki otaq buradan keçdik. Bu üçüncü otağımızdır. Həqiqətən də çox gözəl zövqlə işlənir. Yenə də qeyd edim əzizlərim, evimiz yola yaxın prospektdən 200-250 metr məsafədədir. 2 sotun içində 6 otaq, tam olaraq bütün sənədləri qaydasında, bütün kommunallıq hədləri çəkilib, kupça, birbaşa alıq-satqı. Buradan da belə həyətimizin balkonı. Bu da bizim sonuncu otağımızdır. İki sotun içində 6 otaq. Qiyməti də qeyd edirəm əziz izləyicilərimiz. Qiyməti 158 min manata. 4 otaq yuxarıda,